Herkese selamlar dostlar, yepyeni videoda karşınızdayıq. Mən Musaf Paslı. Bugünkü videomuzun məqsədi dostlar, üniversitede bir cümlə oxuyacağam. Yuxudan az indirmişəm və duran kimi telefonumu əlimə aldım. Dedim ki, bunu videoya qeyd edəcəm, bugünkü üniversitet günümü. Bugün 4-cü gündür və saat 8:30-da üniversitet başlayır. 4 dərsim var. Saat hal-hazırda 7-dir, hələ biraz vaxtım var. Gedib ilk gündə özümə yemək hazırlayacağam. Əlcimi falan yudukdan sonra artıq paltarımı geyinib üniversitə hazırlaşacağam. Dostlar, hal-hazırda saat 7-dir və üniversitədə heç kəs yoxdur. Yəni, hər kəs hazırlaşır üniversitədə. Hələ heç kəs çaya çıxmır. Dostlar, onu da qeyd eləmək istəyirəm ki, hava olduqca çox soyuqdur bugün. Bizdə də üniversitetdə hal-hazırda qaydalar var ki, bəs biz kostyum geyinməliyik dəstə, yəni kostyumla olmalıyıq hər dəfə. Ona görə məcbur kostyum geyinəcəm. Üstdən bilmirəm nə geyinəcəm, nə geyinməyəcəm. Dostlar, keçən dəfə telefon tutacağı ilə video çəkirdim və telefon tutacağından telefon düşdü. Və bugün yenidən bununla video çəkirəm. Ümid edirəm bu səfər yaxşı olar, problem yaşanmaz. Amma inşallah ki, maraqlı video alınacaq bugünkü videomuz. Sizdən istəyim videomuzu bəyənib, gözəl komment yazmağınız. Dostlar, indi yazma düşüb ki, dünənləri müəllim bizə ev tapşırığı vermişdi, prezentasiya hazırlamaq. Və mən hazırlamamışam. Prezentasiya bildiyiniz kimi, yəni elə asan bir iş deyil, 5-6 dəqiqəlik iş deyil. Amma bildiyiniz kimi süni intellektin dövründəyik. Və bir dənə sayt var ki, Gamma. Mən indi ora atacağam, oradan da prezentasiya hazırlayacağam. Necə hazırladığımı da sizə göstərim ki, bəs tələbə dostlarıma belə bir dəstək olmuş. Bəlkə bilməyənlər də xəbərdar olsun bu proqramı. Dostlar, indi isə sizə müəllimlərin düşmanı olan, tələbələrin də yaxın dostu olan Gamma saytından danışmaq istəyirəm. Bildiyiniz bəlkə çoxlu tanıyır bu saytı. Gamma saytı pulsuz prezentasiya hazırlamaq üçün hazırlanmış bir süni intellekt saytıdır. Burada istədiyiniz birini seçirsiniz və nə haqqında olmasını istəyirsinizsə yazırsınız və sizə dəqiqələr içində Gamma pulsuz bir şəkildə slayt hazırlayır. Sonra isə slayt atırsınız Canva'ya. Canva'da burada Gamma'nın öz logosu olur, onu silirsiniz. Məndə Canva Premiumdur. Bilmirəm indi adi Canva'larda da eynisidir, yoxsa yalnız Premiumda belədir. Yəni mən həmişə belə eləyirəm. Sonra da müəllimə göndərirəm və müəyyən qədər bal alıram. Amma yəni müəllimlərin xəbəri var bu saytdan. Amma mən həmişə sildiyim üçün yəni çox da şey olur, yəni inandırıcı olur belə desək. Dostlar, otaqda belə bir şey var, yəni qumda, yəni normal bildiyiniz qum və mən bundan hər gün oynayıram. Adamı necə deyim, sakitləşdirirmi, yoxsa anlaya bilmirəm, amma yəni mənə maraqlı gəlir həqiqətən də. Belə bir balaca lapatika formasında şeylər də var. Yəni bunu belə hər dəfə belə şumlamaq kimi gedir də bunun adı məncə. Belə şumlamaq kimi eləyirəm dostlar. Yəni həqiqətən də çox rahatlaşır insan. Dostlar, yeməyimizi yedik, üzümüzü yedik, hazırıq. İndi isə paltarlarımızı geyinək və üniversitetə gedək. Dostlar, həyatımda ilk dəfədir ki, qalstuk bağlayıram. YouTube'dan baxdım, öyrəndim. Məncə yaxşı alındı. Həmişə dostlarım bağlayırdı. Bu səfər onlar gediblər üniversitetə. Mən gecikmişəm. Məncə qəşəng alındı. Yəni siz mən də bu yuxudan vuracam. Bunu bilənlər bilər yəqin ki, çox qəşəng yuxudur. Dostlar, özümlə həmişə belə sumka aparıram. Yəni üniversitetdə normalda sumka aparmaq heç istəməzdim. Amma yəni məcburiyyətdən aparıram. İçində bu biznes dərsindən qalandı, yəni karyera ilə bağlı kağız var. Bir dənə də bu nə haqqındadır? Bu da marketing haqqındadır. Yəni selling more marketing mix. İngilis dilində oxuyuram bildiyiniz kimi. Və içində 2 dənə dəftər var sumkanın cəmi. Tarixdir. Bura dəstə, yəni bunlar dəstə, yəni bu tarix dərsini keçirirəm. Lövhədən bildiyiniz keçirirəm yəni. Başqa heç bir şey. Bir də
Özümdən belə bir kitab götürmüşəm. Secret. Bunu bəzi sıxıcı dərslər olur mənim üçün ki, mənə o qədər də lazım deyil həmin dərslər ki, həmin dərslərdə oxuyuram həmin bu kitabı. Bir şey demək istəyirəm. Hal-hazırda yataqxanadan çıxdım. Yataqxana buradadır. Given equation. Funksiyası əmələ Və hal-hazırda biz isə giriş dərsi. Zalda olduqca insanlar var gördüyünüz kimi. Well, buyer number of buyers, the ships. We call them non-private numbers, but to know the offer higher prices is really the price. What are some common mistakes new entrepreneurs make when starting and running a business? 17 is for you. Of course, maybe. What else? It's a business. People's attitudes towards your product. It's also social factors. If people's tastes may change. Social. Okay, first of all, we solve the problem, fix the question of the problem. The problem quickly. Listen carefully for everyone, respectful our customer because the customer thing is important for the business, and also the customer is the main part of the business. And also, follow the problems, not the person, do not blame the talk about each other. Because this problem is not customer problem, it's businessman problem, something like that. Sides. And finally, we find researching. That's all? Yes. Thank you. Oxuduğum universitetin binası belədir hazırda. Yəni universitetdən çıxdım və xeyirxanaya gəldim artıq. Dərslərim bitti. Çalışdım belə çəkdim videolara. Bəli dostlar, hal-hazırda otağa gəldim artıq. Paltarımı dəyişdim. Yemək qoymuşam artıq. Yeməyi qızdırmışam ki, birazdan yemək yeyəcəm. Videonu artıq bitirmək qərarına gəldim dostlar. Ümid edirəm maraqlı bir video alındı. Çalışdığım qədərilə universitetdə videolar çəkməyə çalışdım. Çünki xəbərim yoxdur, yəni universitetdə video çəkmək olar yoxsa olmaz. Bunun üçün icazə almamışam yəni. Sadəcə çalışdığım qədərilə gizlincə videolar çəkməyə çalışdım. Dərslərimi falan filan. Like atmağınızı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.